Salam əziz Sport 1 izləyiciləri, Dünya Çempionatı özəl verişi efirdədir. Həmişəki kimi Məlikin Sultanlı hər birinizi salamlayıram. Bu gün xüsusi bir qonağımız var. Ötən mövsüm birinci liqanın bombardiri olan, hazırda İmişlinin futbolçusu olan Seyxan Fərəcov. Seyxan, xoş gəlmisən. Çox sağ olun. Bütün oyunları izləyirsənmi Dünya Çempionatında? Açığı yox, çünki məşqlərlə əlaqədar səhərlər məşqim olurdu. Yəni axşamlar çalışıram tez yatım və saat 11-də 12-də olan oyunları maksimum izləyirəm. O birisi oyunlara baxamıram və amma izmallara falan baxıram. Heç arzulayırsanmı bir gün biz də orada olaq və bizdə belə bir möhtəşəm bir futbol bayramının bir parçası olaq? Əlbəttə ki, hər bir Azərbaycanlı kimi hamımız orada iştirak eləmək istəyirik. Nəinki futbolçular, bütün azərkeşlər, bütün xalq, bütün millət istəyərdi ki, orada bir Azərbaycan millisi nə vaxtsa oynasın. Belə başlayaq oyunlara. Dünən playoff mərhələsinin, yəni 16-da bir finalın daha 3 qarşılaşması keçirildi və bir-birindən maraqlı 3 oyun izlədik. Əvvəlcə başlayaq fil dişi sahillərin Norveç qarşılaşmasından. Düzdür, bir çoxları Norveçi açıq-aşkar favorit hesab edirdilər, amma sona qədər mübarizə getdi və Norveç Erling Haalandın vurduğu sonuncu dəqiqələrdə vurduğu qol sayəsində 2-1 hesab ilə qalib gəldi. Başlayaq oyun haqqında fikirlərindən. Açığı oyundan qabaq mən fikirləşirdim ki, bərabər səviyyəli oyun keçəcək. Çünki Côte d'Ivoire da Norveçdə qrupdan ikinci yerlə çıxmışdı. Düzdür, Norveçin axırıncı oyunda Norveç Fransiya ilə oyunda daha çox ikinci heyətlə çıxdılar. Amma bu oyunu çox gözləyirdim Fransiya ilə, çünki bir Mbappé Haaland mübarizəsini görmək istirdim. İki dənə bombardirin mübarizəsini görmək istirdim, amma sastavları görəndə gördüm ki, Mbappé Haaland oynamır və Odegaard və Norveçin ikinci heyətlə çıxdı oyuna. Biraz məyus oldum ki, maraqlı oyunu izləyəməyəcəm. Amma İmlə Côte d'Ivoire ilə Norveç oyunu fikirləşirdim ki, ikisi də bərabər səviyyəli komandadır. İkisi də fiziki baxımdan güclü komandadır. Düzdür, Norveç daha çox hücumlara çıxanda Erling Haalandın sayəsində çıxır və cınaqları daha çox aktivdir Norveçin. Amma fiziki baxımdan ikisi də eyni səviyyəlidir məncə. Bu dəqiqə yəni dünya çempionatında elə komanda yoxdur ki, fiziki güclə hansı zəif olsun. Côte d'Ivoire da daha çox çalışırdı kontra-atakadan oyunu qursun. Amma düzdür, Norveç hesabı açandan sonra Côte d'Ivoire başladı daha çox hücum eləməyə. Amma Norveç qol vurandan sonra düşdü ikinci plana, müdafiə futbolu fikirləşirdi və səhv eləmirəmsə 60-cı dəqiqədə Amadou Diallo oyuna girəndən sonra Côte d'Ivoire daha da çox aktivləşdi və hətta yəni Amadou Diallo özü də qol vurdu və oyunu 1-1 hesabla 1-1-ə gətirdi. Ondan sonra mən fikirləşirdim ki, oyun gələcək extra time-a. Çünki bundan sonra Norveç Côte d'Ivoire qapandı və gözləmirdim ki, bir boşluq yaratsın. Amma komanda qapananda, müdafiə futbolu keçəndə daha çox boş zonalara qaçmaq lazımdır, boş zonaları istifadə etmək lazımdır. Və elə Norveç ikinci qolda Berg səhv eləmirəmsə, boş zonaya sprint elədi və oyunçu yadımdan çıxdı adı. Obbo səhv eləmirəmsə, pası düz pas verdi və gördü ki, Berg o zonaya açılır və Haaland da yəni həmişə kimi düzgün vaxtda, düzgün yerində, yəni bir toxunuşla hesabı 2-1 elədi və növbəti mərhələyə çıxdılar. O mərhələdə də Braziliya ilə oynayacaqlar. Bəli, Norveç növbəti mərhələyə çıxdı, amma yəni bir çoxları Norveçi gizli favorit hesab edir və hətta Fransa ilə qəsdən uduzduqlarının daha yaxşı qrafikə, daha yaxşı zəif komandalarla oynasın deyə bu addımı attığını düşünür. Norveçi favorit hesab etmək olarmı? Məncə yəni 4-1 kimi gələcəklər. Hətta Braziliya ilə oyunda mən favorit Braziliya görmürəm. Yaponiya ilə də oyunda görsəndə ki, yəni Braziliya açıq-aşkar favorit deyil turnirdə. Düzdür, birə-birdə çox güclüdülər, Vinicius'dur, o birisi oyunçular. Amma Norveç daha çox disiplinli oynayır, düzgün müdafiə olunur və mən elə fikirləşirəm ki, Norveçin şansı daha da çox yüksəkdir, nəinki Braziliyanın. Hətta Erling Haalanddan oyundan sonra, dünənki oyundan sonra müsahibə aldılar və soruşdular ki, nə fikirləşirsən gələn oyunla bağlı. Yəni dedi ki, şanslarımız çox azdır Braziliya keçmə, amma mən inanmıram. İnanıram ki, sona kimi mübarizə aparacaqlar və
bəlkə də 4-1 finala Norveç vəsiqə qazandı. Həm də bu görüş növbəti komanda yoldaşlarının dueli ola bilər. Haalandın da Real Madridə keçmə məsələsi var. Yəqin ki Vinicius'la dueli necə olacaq? Mən əslində Braziliyanın favorit olduğunu düşünürəm. Çünki orada düzdür, sol bəkəndə daha yaxşı məşqçidir, amma Ancelotti amili əsas rol oynayır. Yaponiya ilə oyundakı sonuncu dəqiqələrdə vurulan qoldan sonra ümumiyyətlə reaksiya verməməyi. Sanki Ancelotti düşünür ki, yəni bu olmalı idi da, belə olmalı idi. Heç reaksiya belə vermədi. Amma Norveç bəli gizli favoritlərdən ola bilər, amma bu Braziliya bu oyunu əldən verməz. Bu növbəti buraxılışların fikridir, amma belə bir məsələ var ki, hər iki komandanın hücum xətti, Norveçin hücum xətti yaxşıdır. Braziliyanın müdafiə xətti məncə daha yaxşıdır adlar baxımından. Düzdür, Norveçdə, Braziliyada Vinicius var. Rafinha var idi, zədələnib. Sırf mərkəz hücumçuları müqayisə eləsək, Haaland Kunyadan daha yaxşı mərkəz hücumçudur. O baxımdan biraz öndə ola bilərlər. Amma komanda oyunu baxımından biz Norveçin çox güclü komandalarına oyunu görməmişik. Yəni əsl Norveçin. Fransa ilə oyunu gördük. Gördük ki, yola verdilər. Amma bəlkə də özlərinə güvənsəydilər tam heyətlə çıxardılar və deyərdilər ki, fərqi yoxdur da bizə. Bu İsveçlə oynayırıq. Adamlar İsveçdən qorxdular yəni. Amma həmin Fransa İsveçə 3 dənə vurdu. Rahat şəkildə. Elə keçək o oyuna. Fransa İsveçi 3-0 hesabla darmadağın etdi və oyun ərzində nəyə görə darmadağın deyirəm? Çünki oyun ərzində İsveçə bir qol şansı belə yaratmadı. Sonuncu dəqiqələrdə bir dənə Gökerisin şansı var idi qol vurma, o da onunla yaralanmadı. Bəli. Hətta İsveçin qapıçısı olmasaydı hesab daha da böyük hesablı ola bilərdi. 6-7-0 kimi gələ bilərdi oyun. Ümumiyyətlə Fransa oyununu bu dəqiqələrdə şərh verməyə mən söz tapmaq olmur. Çünki çox yaxşı oynayırlar. Mbappé'nin 3-cü qolu, yəni Fransanın 3-cü qolunda Olise'nin ötürülməsi. Açıq mən Olise'nin sağ cinah vingeri kimi bilirəm. Bavariyada da orada oynayır, amma adamı playmaker kimi qoyublar və playmaker kimi də çox oynayır. Onsuz da yəni bizdə videolarda var. Mövsüm çempionat başlamamışdan biz veriş aparırdıq həmkarımız Arif Hüdiyevlə bir yerdə. Mən onunla da bildirmişdim ki, turnirin əsas ulduzu Olise olacaq. Ümid edirəm ki, finala qədər gedərlər və yaxud da ki, yarı finala qədər o heç olmasa turnirin oyuncusu seçilər. Çox əla oynayır və bütün şəkillərini də silib. Hər yerdən silib, Bavariyanın şəkillərini silib. Yəni hamı gözləyir ki, Real Madridə gələcək. Real'ı gəlsə çox güclü olarlar. Belə bir şey var. Fransa İsveç oyunu haqqında nə demək istəyirsən? Yəni siz demişkən Fransa turnirin favoritidir. Yəni dünən Mbappé 2 dənə qol vurdu və Messi ilə qol sayında çatdı. Hətta qol plus pas sistemində Mbappé birinci yerdədir. 6 qol, 2 asist eləyib, səhv eləmirəmsə. Yəni hamı Mbappé'dən danışır ki, Mbappé o boyda qol vurdu falan, amma siz demişkən, yəni Olise'nin oyunu mükəmməldir. Olise olmasaydı Mbappé yəni o qollar vurmazdı. Hətta birinci qolda da Olise asist eləmədi, amma Olise Dembele, Mbappé üçlü, yəni künc zərbəsindən sonra qolu yaratdılar. Künc zərbəsindən sonra qısa ötürmələrlə qapıya yaxınlaşdı və mükəmməl qol vurdu Mbappé. Düzdür, Mbappé'nin sonluğu, yəni bütün epizodları da 100%'lıq reallaşdırır, çalışır ki, qol vursun. Yəni Olise'nin Mbappé'nin ikinci qolunda yəni ötürməsi, yəni keyfiyyət öz yerində, amma o pas daha çox futbol IQ-su tələb edir, ağıl tələb edir. Yəni hətta birinci Barkolaya pas verəndə hamı fikirləşir ki, Mbappé'yə verəcək. Hətta mən özüm də fikirləşirdim ki, ona verəcək. Amma o aranı görmək, o pası görmək, Barkolyanı orada görmək, yəni Barkolya da yəni top saxladı, yəni bir dənə şans vardı qol vuran, onu da vurdu. Yəni hətta Olise'nin bir dənə zərbəsi də var idi, qayıt zərbəsi. Cərmə Belazasının yanında. Yəni o qol olsaydı turnirin, mən əminəm ki, turnirin qolu ola bilərdi. 100%. Çünki bu turnirdə elə də gözəl qollar vurulmayıb. Sadəcə Eldar Şahmuradovun qolu qrup mərhələsinin ən yaxşısı seçildi, amma o hədə o bir qol deyildi də. Amma yəni ki, o topu vursaydı, o qolu vursaydı. Həm də o zərbəni vurmaq üçün özgüvən yüksək səviyyədə olmalıdır. Yəni siz demişkən, mən də Bavariyada onu winger kimi gördüm.
Fransiyada bunu hücumçu arxası oynadılar və bu çalışır daha çox topları arxaya yox, bütün topları qabağa aparmaq və nəinki assistlər eləyir, hətta qol epizodlarına girir. Elə dünənki oyunda da yəni özü də bir 3 dənə qol vura bilərdi. Bəli. Mən Olisenin növbəti Robben görürəm. Artıq olub bəlkə də Robben. Onun üstə Robben də playmaker başlayıb, sonra sağ cinaha keçmişdi. Bu tərsinə oldu. Sağ cinah başlayıb playmaker keçir. Yəni düz Bavariya azarkeşləri filan onun növbəti Robben olaraq görürlər. Bir dənə Riberisi qalıb da. Yəni sol cinahda Bavariyada Riberi də olsa, yəni o tərzdə bir oyunçu olsa fantastik olar. Fransanı birbaşa olaraq bu oyunlardan sonra dünya çempionu olaraq görürlər çoxları. Yəni ki, qarşısında kim çıxsın bu komanda möhtəşəm oynayır. Bir də gizli ulduz və hamının ümid bəslədiyi Paragvay millisi var. Bu Paragvay ilə oynayacaqlar. Hansı ki, Məncə rahat udacaqlar. Bəli, Almaniya millisini uzaqlaşdırdı. Hətta ölkə prezidenti bir günlük tətil elan edib. Və növbəti də belə bir açıqlama gözlənilir ki, Fransanın keçidi də 1 həftəlik olacaq. Cəmaət futbolla nəfəs alsın, dincəlsin, sevinç yaşasın. Açıq-aşkar dedin, amma heç bir şansı yoxdur. Yəni Fransanın qarşısında Paragvayın hansı bir şansı yoxdur. Əslində Almaniya ilə oyunda da yəni heç kim gözləmirdi ki, Paragvay Almaniyanı keçə bilər. Amma futboldur yenə, futbolda sensasiya çox olur. Hətta bu dünya çempionatda çox sensasiya olub. Yəni hər şey ola bilər, amma yəni mən inanmıram ki, Fransa buna icazə versin. Çünki Fransa bu oyunu udsa 4-1-də Mərakeşlə oynamalıdır, El Mərakeş keçsə. Yarın finalda ya İspaniya, ya Portuqaliya ola bilər. Hətta finalda da Argentina ilə oynaya bilərlər. 4 il əvvəl olan finalı təkrarlaya bilərlər. Görək. Amma Fransa məncə bir nömrəli favoritdir. Yəni bir ehtiyatda Çerki kimi oyuncular ehtiyatda qalır. Yəni söz yoxdur. Amma bir çoxları da fikirləşir ki, Dembele, Mbappe mübarizəsi də komandaya mane ola bilər. Əsl lider kimdir? O məsələ də biraz gündəmdədir Avropa mediasında. Amma sizə deyim ki, məsələn, amma hiss olunmur. Hiss olunmur. Məsələn, Dembele qol vuranda Mbappe necə sevinir və yaxud Dembele qol vuranda Mbappe necə sevinir? Düzü Dembele'də 4 qoldur, səhv eləmirəmsə, Mbappe'də 6-dır. Amma yəni komanda içində şey yoxdur ki, bombardman olum, səni vermir, mən vurum. Hətta yəni belə şeylər görsənmir. Mediada yazıla bilər öz ölkələrində, amma məncə yəni boş söhbətdir. Açığı bu komandanın gücünü Mərakeş də keçsə, Fransa da keçsə, yəni Mərakeşlə oyunda görəcəyik əsl gücünü. Yəni çünki belə deyək də Fransa hələm bir normal bir Norveçlə də oynayanda Norveç ikinci heyətlə çıxdı. Yəni tam görə bilmədik. Tam gücü görə bilmədik. Yəni belə deyək də, yəni ki, elə sanki Avrokubokların birinci təsdiqat mərhələsində görək o qrup mərhələsinə girəndə necə olacaq. Mən Fransanı favorit görürəm, amma ən əsas real namizəd hesab eləmirəm. Final görə bilərlər, amma çempion ola biləcəklərini düşünmürəm. Çünki orada bir dağınıqlıq var. Yəni hərəsi bir cür ulduzdur. Yəni bəlkə də hamısı fərdi olaraq dünya çempionatını istəyir, amma orada komanda olaraq dünya çempionu olmağı kim istəsə o da qalib gələcək. Onlardan biri də İngiltərə ola bilər. Yəni İngiltərədə komanda olaraq istəyirlər. Çempionatdan qabağı, yəni İngiltərənin çox adam bəlkə görmür favorit, amma bu çempionatda yəni oyunlara baxandan sonra, yəni Tuchel'in gəlişindən sonra komanda daha çox başladı pressing eləməyə, daha çox hücum futbolu oynamağa. Əvvəlki İngiltərə bir qol vuranda oturdular arxaya, amma indiki İngiltərə daha çox qol vursun. Meksika dünya çempionatının həm ev sahiblərindən biridir və həm də qol buraxmaya keçən komandası. Yəni İspaniya ilə bir yerdə. İspaniya ilə bir yerdə, bəli. İspaniya ilə bir yerdə qol buraxmayan komandasıdır. Və İspaniya heç eləyib, ona görə biraz çaşdım. Və stadion amili də var. Dəniz səviyyəsində 2 kilometr yuxarıda, 2000 metr yuxarıdadılar. Bəlkə də bu da təsir edir. Bir də Simpsonlar neçənci seriyasında bu bayaq çıxdı qabağıma. 2026-cı ilin dünya çempionatının finalında göstəriblər ki, Portuqaliya və Meksika, Portuqaliya və Meksikanı məğlub edib dünya çempionu olur. Düzdür, bu belə
məsələlər alt üst olub bu. Ekonomist var idi, onun proqnozları alt üst oldu. Niderland çıxıb gedəndən sonra Niderlandı dünya çempionu elan etmişdi. Son 2-də mundialın qalibini açıqlamışdı. Bütün oyunları dəqiqliklə demişdi. Bu səfər alınmadı. İndi də hamı başlayıb ki, Meksika finala mı çıxır? Ekvadoru məğlub elədilər. Mən oyundan öncə düşünürdüm ki, Meksikada onsa favorit, həm ev sahibi olaraq. Ekvador Almaniyaya qarşı elədiyi sürpriz nəticəsində, yəni Almaniya yola verdi həmin oyunu, o da başarısı oldu. Yəni yola verməklə Tonsdan düşdülər. Biraz da futbolçular özləri fikirləşə bilərdilər ki, biz Ekvadora nətər uduzduq, sonra da onun qorxusu ilə, onun təşvişi ilə gəlib penaltilərdə Paragvaya uduzdular. Meksika nəsə edə bilərmi oyunda? Meksika qrup mərhələsində yüksək səviyyədə keçirdi. Yəni 3 oyun 9 xal. Yəni Kürasao kimi rəqiblər yox idi qrupda. Bəli. Hamı bərabər səviyyəli komandalar idi. Çexiya idi, Koreya idi, bir də Bosniya idi səhvləmirəmsə. Yəni 3 oyunda da qələbə qazandı, qol buraxmadı. Siz demişkən, yəni İspaniyanın 2 dənə yeni komanda var ki, qol buraxmayıb. 3 komandada 9 xal yığmışdı qrupda. Meksika, Argentina, Fransa. Yəni bu oyunda da yəni favorit onsuz da Meksika idi. Ekvador yəni Almaniyanın oyunda sürpriz elədi. Yəni heç kim gözləmirdi. Yəni Meksika pressing tətbiq edir, sürətli futbol oynayır. Daha çox çalışır öndə təzyiq eləsin. Hətta birinci qolda Ekvador sıxmaq istədi Meksikanı, amma boş zonalar verdi və ona yaralandılar qısa ötürmələrlə. Yəni Meksikanın da fiziki güc baxımından deyil, yəni texnikalı oyunçular var. Qısa ötürmələrlə çalışırlar çıxmağa və bacarırlar bunu. İkinci qolda da Jimenez'in qolunda yəni pressing elədilər. Ekvadorun stoperi səhv elədi. Qabağa vurmaq istəyəndə düz vurmadı. Jimenez elə özü topu götürdü, düzgün oynadı, ağıllı oynadı və elə sonda da özü də qol vurdu ikinci qolda Ekvadora. Meksika yəni bu 4-1-də desən İngiltərə ilə oynaya bilər. İngiltərə Konqonu keçsə. Yəni bəlkə İngiltərə qol vura bilər Meksikaya. O da yəni sual altındadır. Çünki Meksika çox intizamlı oynayır. Yəni bu elə belə deyil ki, 4 oyunda qol buraxmırlar. Yəni bəxt amili belə şey deyil. Məncə sırf intizam baxımından, sırf istək baxımından, mübarizə baxımından istəmişən öz evində oynayır, öz azarkeşlərin yanında oynayır. O da bir faktordur. Bir 12-ci oyunçu kimi kömək edir Meksikanın futbolçularına. Və komanda oyunu oynayırlar. Burada bir hər hansı bir ulduz yoxdur. Bir də Jimenez-də. Jimenez-də o da ki, yəni belədir. Yaşlanıb yəni. 91 səslənmirəmsə. Və Ronaldo tərzində yaşlanan bir ulduz deyil. Yəni ümumiyyətlə Meksikada Borghetti'dən sonra mən ulduz futbolçu Marquez var idi Barcelonadan. Ochoa da indi 2. Ochoa o da qapıçıdır. Belə Meksika əgər İngiltərə Konqonu keçsə, elə oyundan danışacaq. İngiltərə Konqonu keçsə, İngiltərə nəsə eləyə bilər. Etməyə də borcludur, çünki dünya çempionu olmaq istəyirlərsə. Amma yenə də qol buraxmayıb heç eləyib penaltilərdə də keçə bilərlər. Meksika, İngiltərəni belə. Penaltilər seriyasında bu hər şey görmüşük. İngiltərə Konqo. Mən burada belə deyək də Championship Premier Liga mübarizəsi, komandaların mübarizəsini görürəm. Açığı yəni Konqonu bir çoxları zəif hesab edirdilər. Amma yəni komanda dəfələrlə demişəm, indi də deyirəm, həm İngiltərə Premier Liqasının, həm də bir belə deyək də Sunderland tipində bir komandadır. Championship və İngiltərə ortalarda olan bir komandadır. Nəsə eləməyə çalışacaqlar. Amma bilməm Tuchel icazə verəcək buna yoxsa yox. Yəni demişkən, yəni Konqonu sırf mən özüm qrupları görəndə, yəni demişdim ki, Özbəkistan 3-cü yer tutub play-offa vəsli qazana bilər. Amma Konqo elə birinci oyunda da sensasiya yaratdı. Portuqaliyanla oyunda 1-1. Ondan sonra qrupdan yəni çıxdılar. 3-cü yerlə çıxdılar da səhvləmirəmsə. Özbəkistan məğlub edib 4 xal. Yəni İngiltərəndə də oyun düzdür, favorit İngiltərədir kağızda. Amma yenə də Konqo bir Afrika komandası kimi fiziki güclü olan komandadır. Bütün Afrika komandaları kimidir. Amma yəni İngiltərə bu oyunda tez qol vursa, oyun böyük hesablı qutara bilər. Amma İngiltərə qol vurmaqda uzatsa biraz, problemlər yaşana bilər İngiltərədə. Bir stres yaşanacaq. Çünki bunlar Konqonun itiriləsi bir şey yoxdur. Amma İngiltərədə bu oyunu keçənməsə,
Yəni Dərhal Tucheli asacaqlar. bəli. Yəni Qayıtmasınlar öz ölkələrinə. qəzetlər, İngiltərə mediası, kanallar Tucheli, yəni Palmeri niyə aparmadın, o futbolçunu niyə aparmadın, bunu niyə aparmadın deyə. Maguire başa düşdük də, yəni da bezmişlər öz qapısına qol vurmaqdan, nə bilim, lazımsız səhvlər eləməkdən, amma Cole Palmerlə Phil Foden'ı aparmadıqlarına görə məhv eləyəcəklər. Sən deməli Konqonun itirəsi yox, qazanacağı çox şey var. Məsəl üçün Konqo tarixində 2 dəfə dünya çempionatında iştirak edirdi. Artıq onlar qəhrəman kimi gedəcəklər öz ölkələrinə. Üzr istəyirəm, tarixində 2 dəfə deyil, 2-ci dəfədir. Konqo adı ilə Konqo Demokratik Respublikası adı ilə 2 dəfə də çıxış edirlər. Bundan qabaq Zaire adı ilə iştirak ediblər. Tarix yazdılar, 2 dəfə ki play-offa çıxdılar, qrupdan çıxdılar. İndi yenə tarix yazım növbəti dəfə, yəni İngiltərə mübarizədən kənarlaşdırıb 8-də 1-ə çıxa bilərlər. Bir də mən nəyi xatırlayıram? 2002-ci ildə dünya çempionatında açılış oyununda Senegal-Fransa oyununda Senegal Fransanı məğlub etdi və bütün hamıya maraqlıdır ki, bu necə ola bilər? Senegal Afrika kökənli bir ölkə. Orada Senegal millisinin heyətində oynayan futbolçuların demək olar ki 80%, 90% Fransa Liqa 1-də oynayırdılar. Fransa çempionatında 1 və ya 2-də oynayırdılar. Eyni tarix, eyni senari yaşana bilər. Çünki yenə deyirəm, Konqoda millisində oynayan futbolçuların 80-90%-i İngiltərə ya Premier Liqasında oynayırlar, ya Championship-də oynayırlar. Yəni o İngiltərə həm özlərini sübut etmək istəyəcəklər, həm də ki, artıq İngiltərə futbolunu bilirlər. İngiltərə belə deyək də, təbiətinə bələddilər, futbol təbiətinə bələddilər və burada sürpriz ola bilər. Burada sürpriz ola bilər. Çünki bu il böyük bir hamının təriflədiyi ekol var idi, Alman futbolu ekolu. O darmadağın oldu. Nagelsmannla getdi. Bir qalıb Tuchel. Görək Tuchel də bərk yapışıbdı, amma nəsə eləməyə çalışacaq. Amma yəni artıq bu dünya çempionatı əvvələ kompüterlə, sistemlə, belə deyək də, taktiki gedişlərlə nəsə eləməyi alındırmaq olurdu. Bir 10 il, 20 il bu sistem irəli getdi. Amma indi alınmır. Çünki dünya çempionatı ilə bağlı elə bir qaydalar var ki, məsələn, əl və ağzı bağlaya bilmərsən, onu baş məşqçi qaydalar izah etsən, birdən yadından çıxır. Dünənki Ekvador, Meksika oyunda Ekvadorun oyuncusu qırmızı aldı belə. Bəli, ondan qabaq Paragvayın oyuncusu almışdı. Türkiyənin. Biz orada bəzi hallarda indi Ekvadora hakim dərhal verir, amma Modricə vermir, Bellingham'a vermir. Belə şeylər də olur. Yəni fərqli qaydalar tətbiq olur bu dünya çempionatında. Bunu da gözəlləşdirən, bu mundialda gözəlləşdirən həmin məqamdır ki, yəni futbolçuların bilmədiyi yerdən elə ki suallar gəlir də, yəni sanki bir imtahandadılar və bilmədikləri yerdən, oxumadıkları yerdən qapıcı vaxtı aparanda dərhal korner verirlər, künc sərbəst tətbiq edirlər. Oyunçu yerdə qaldı, həkim girdi, müdaxilə edir, 1 dəqiqə çöldə qalır. Yəni bunu hansı bir turnirdə görməyiblər. Gəlirlər burada. Artıq onları tam mənimsəyən, onları tam futbolçulara aşılayan baş məşqçilər önəmli olacaq. Qalib gəlmək potensialında olacaq. Maraqlı görüşlərdən biri Belçika-Senegal qarşılaşmasıdır. Bir çoxları Belçikanı favorit hesab edir. Düzdür ki, hər iki komanda ölüm qrupundan çıxdı. Hər iki qrupu ölüm qrupu adlandırmaq olardı. Belçika, İran, Misir və axırıncı komanda yadımdan çıxdı. Zəif komanda o qrupdan gəldi. Yeni Zelandiya qrupundan gəldi. Senegal isə Fransa və Norveçin qrupundan İraqın. Orada İraqı darmadağın eləyə çıxdı. Açığı güc fərqinə baxanda mən Senegalın qrupunu daha güclü hesab edirdim. Və Senegal boy göstərməyə çalışacaq. O qrupdan da hər iki komanda çıxıb, üçüncü komanda çıxa bilər növbəti mərhələyə. İstədiyim ki, Belçika, yəni Senegal ölüm qrupunda olsa da, yəni Belçika yəni o qrupun favoriti idi. Misir, İran və Yeni Zelandiya. Amma yəni açıq-aşkar 9 xaldan çıxacağını gözləyirdilər. Bəli, yəni Belçika yəni əvvəl kimi turnirin favoriti sayılmır. Yəni 4 il əvvəl, 8 il əvvəl hamı deyir ki, Belçika bu 100% aparacaq dünya çempionatı və yaxud hansı Avropa çempionatını. Amma indiki Belçikanı heç mən də yəni bu oyunda favorit görmürəm. Çünki yəni Belçika yəni Belçikanın oyunçuların vaxtı da keçib. Yəni yaşlaşıblar. Yəni əvvəl kimi cavan deyillər, aktiv deyillər.
Yəni bir Misri udanmırsa, Bəli. İranı udanmırsa, hətta İranın vəziyyəti baxanda, yəni 8 saatlıq viza verirlər, yəni oyun qutaran kimi uçurlar Meksikaya təzədən öz bazalarını bərpa məşqsiz. Yəni bu bir futbolçu üçün çox çətindir. Yəni sən bu rəqibi udanmırsansa, yəni hansı çempionluqdan danışa bilərsən də. Yəni Seneqalın da qrupu, yəni Norveç, Fransa və İraq idi. Elə Fransanın oyunda da boy göstərdi. Bəli. 2-1 idi, son dəqiqələrdə qol buraxdı, səhvləmirəmsə. Norveçlə də 3-2 uduzdu. Yenə boy göstərdi. Elə bu iki oyunun hesabına görə 3-cü oyunda İraqı 5-0 qalib gələrək növbəti mərhələyə vəsiqə qazandı. Hətta yəni 3-cülər arasında 8-ci yer tutaraq play-offa vəsiqə qazandı. Tək 3 xal olan komanda oldu. Bəli. 8-ci yerlə çıxdı play-offa. Yəni bu oyunda məncə yəni 55-in 45-ədir Seneqalın tərəfində. Yəni inanmıram heç Belçika bu oyunu aparsın. Məncə Seneqal növbəti mərhələyə vəsiqə qazanacaq. Hər nə Afrika Millətlər Kubokunun qalibi kimi gəliblər bu mundiala. Çox yaxşı heyətləri var. Mane bəsdir. Yəni, digərlərini deməyə gərək yoxdur. Və Afrikalıların ümumilikdə turnir ərzində yaxşı mübarizəsini göstərdiyini nəzərə alsaq, Seneqal bu oyunda yəni mərhələni keçsə sürpriz salmayacaq. Mənə görə sürpriz salmayacaq. Belçika o Roberto Martinezin dövründəki qızıl heyətlə heç nə edə bilməsə, bunu baş məşqçiləri qınayırlar. Məsələn, Martinez məhv elədi. Mən daha çox federasiyaları bu məsələdə, yəni baş məşqçini seçən federasiyadır. Federasiya görür ki, bir mundialda, bir turnirdə nəsə alınmadısa, onu dərhal göndərmək olar ki, bu nəsli məhv edir də. Yəni hətta ki, indi Türkiyə Futbol Federasiyası Montella alınmadı. Bir turnirdə alındı. Əslində ondakı Avropa çempionatından sonra vaxt verməkləri çox düzgün idi. Çünki çox yaşları çox az idi həmin komandanın Türkiyə çox cavan idi. Amma indi orta yaşlı bir komanda formalaşmağa doğru gedir. Bundan sonra Montellanı saxlamaqları artıq Türkiyə Futbol Federasiyasının məncə yaratmazlığıdır, səhvidir. Çünki alınmadı da, yəni ki, o Avropa çempionatında 8-də 1-də ilişdilər, play-offda ilişdilər Niderlanda və gəlib burada da ümumiyyətlə qrupda qaldılar. Yəni Belçika Futbol Federasiyası da onu görüb dərhal Roberto Martinezi göndərə bilərdilər. İndi də nəsə eləməyə çalışırlar, artıq o gücdə futbolçular yoxdur. Ən yaxşı futbolçu De Bruyne-ni götürə bilərik. De Bruyne artıq yaşlaşıb. Yəni o əvvəl kimi o uzaqdan zərbələri vura bilmir. Courtois yaşlaşıb. O qurtarışları eləyə bilmir. Yəni İrandan 9-dur cavan. 9-dur bir dənə cavan. Bir dənə 9-dur cavan, o da ki, tək nə edəcək? Evet. Amerika Birləşmiş Ştatları Bosniya və Herseqovina ilə qarşılaşır. Bir çoxlar üçün açıq-aşkar favorit meydan sahibləridir. Amma Bosniya sürpriz eləyə bilər. İtaliyanı dünya çempionatında qoymayan komandadan hər şey gözləmək ola bilər. Yəni və açığı Türkiyəlilər yenə məğlub olsalar da danışmağa başlayıblar, yenə də unudublar deyəsən. Düşünürlər ki, biz burada olsaydı Bosniyanı rahat keçərdik, amma inandırıcı deyil, çətin məsələdir. Maraqlı oynanacaq. Az qollu maraqlı oynanacaq bu qarşılaşma. Hətta ABŞ-ın məşqçiləri korpusu müsahibəsini oxumuşam. Deyirlər ki, yəni Bosniyaya hörmət eləməliyik. Çox intizamlı bir komandadır. Yəni siz demişkən, yəni bir İtaliyanı qoymadı dünya çempionatına çıxmağa. Hətta yəni yadımdadır ki, Bosniya İtaliya düşəndə İtaliyanın bütün oyunçuları, məşqçi korpusu, azərkeşlər sevinirdilər. Qeyd edirdilər ki, rahat dünya çempionatı vəsiqə qazanacaq. Səhv eləmirəmsə oyun penalti seriyasını kimi getdi və Bosniya qalib olaraq dünya çempionatı vəsiqə qazandı. Yəni bu oyunda da bir penalti seriyası olsa, düzdür, azərkeş faktoru da var. Amerikadadır. Yəni ev sahibidir. Yəni bilmirəm, yəni bu oyunda düzdür, hamı ABŞ favorit kimi sayır. Düzdür, bu oyunda da 55-in 45-i mən deyərəm ki, ABŞ tərəfdədir. Çünki azərkeş faktoru, məşqçi faktoru var. Pochettino yəni yaxşı işlər görür. Hətta mən deyərdim ki, Amerika bu oyunu keçsə 4-1 finala kimi yəni rahat gələ bilər. Bəli. Ondan sonraki oyun ya Belçika ya Senegal olacaq. Bu oyunda da yəni favorit məncə ABŞ görsənə bilər. Yəni qaldı bu oyunu birdən keçməkdir.
Komanda ruhu baxımından da hər iki komanda eyni gücdədir. Çünki komanda futbol oynayırlar. Amma Orada ulduz futbolçular yoxdur hər iki komanda. ABŞ-da Pulisic var, indi onu ulduz hesab edirlər, amma belə bir məsələ var ki, ABŞ-ın sürətli futbolçuları çoxdur. Plus da ki, pressing futbolu oynayırlar. Azərkeşlər futbolçuları önə aparırlar. Səsləyirlər belə. Səsləyirlər ki, yəni müdafiə futbolu oynamırlar. Yəni müdafiə futbolu oynasaydılar, yəni Pochettino'nu məhv eləyərdilər. Bəlkə azərkeşlər ev sahibisən, yəni sən və adicə lazımsız bir oyunda Türkiyə uduzduqlarına görə, yəni Amerikalı jurnalistlər, yəni Pochettino'nu az qala istifaya çağıracaqlar. Yəni inarsın, mən fikirləşirəm ki, bu oyun vacib oyun olsaydı Türkiyə ilə, Amerika bu oyunu buraxmazdı. Yəni bunlar iki oyun qalib gələrək 6 xal toplayır, bilirdilər ki, yəni qrupdan birinci ilə çıxacaq. Bu oyunu yormadılar, plus da ki, rahat çıxdılar. Türkiyə gəldi, qalib gəldi oyuna. Amma Türkiyənin oyunda görsəndə ki, yəni düzdür, yəni o rahatlığı da anlamı olar, müdafiədə biraz boşluqlar var. Normal bir komanda, yəni əslində 4 il sonra mən düşünürəm ki, məsəl üçün də yəni eyni halda Türkiyə-Amerika görüşü hər iki komandanın lideri ya oynadığı bir prosesdə olsaydı, yenə Türkiyə-Amerika olardı. Çünki heyət baxımından Türkiyə daha yaxşıdır. Daha çox ulduzlar var. Daha çox ulduzlar var, amma bir məsələni də unutmayaq ki, yəni ABŞ də normal komandalarla oynamayıb. Bir normal rəqib ABŞ-ı çox rahatlıqla Paragvayı 4-1 məğlub ediblər. Amma Paragvayda həmin Almaniyanı. Biraz qəribə qeyri-adi, yəni həqiqətən Bosniyanın yaş ortalaması çox yüksəkdir. ABŞ-ın sürətli oyunçuların qarşısında o müdafiə xəttini yeniləyəcək. Çox maraqlıdır. Amma 0-0-a getsə, yəni ki, ikinci hissənin 70-ci, 80-ci dəqiqələrə qədər hesab açılmasa, orada Bosniya çox təhlükəlidir. Yəni ekstradan. Bəli, ekstralarda oturacaqlar və penalti aparmağa çalışacaqlar. Yəni ki, onsuz da burada penaltilərlə gəliblər. Təcrübələri var. Belə, oyunlar bitdi. Mən bundan başlamamışdan öncə deyirdim ki, bu turnirdə güclü hücumçusu olan sırf mərkəz hücumçusu, yəni sənin mövqeyində oynayan hansı komandadırsa, o da dünya çempionu olmaq gücündədir. Çünki bütün dünya çempionatlarında mən 2002-dən bəri tam başlamağa başlamışam. Mərkəz hücumçusu güclü olan komandalar dünya çempionu olublar. Yaxşı mənada. Sən necə düşünürsən? Beləmi komanda sırf 9 nömrəsi olan komanda mı dünya çempionu olacaq, yoxsa ümumiyyətlə komanda şəklində oynayan bir komanda mı? Mən də fikirləşirəm ki, komanda şəklində. Çünki hücumçu düzdür, hücumçu mövqeyi çox önəmlidir. Yəni hücumçu oyun boyu 90 dəqiqə ərzində topa toxunmasın, amma o son dəqiqədə qolunu vursun, hamı o hücumçudan danışacaq, ulduz hesab eləyəcək onu. Yəni hücumçu mövqeyi, amma o epizodu dəyərləndirməsə, hamı qınayacaq onu. Niyə oynadı axıra qədər, nə bilim, niyə çıxartmadılar? Hücumçu mövqeyi çox çətin mövqeyidir, mən fikirləşirəm. Yəni komanda şəklində komanda oynayanda hücumçu üçün də rahatdır o epizodları yaratmaq üçün. Yəni bir hücumçu oyun boyu epizod gəlmirsə, o qol necə vuracaq? Ona görə bir proseslə eləsinlər, cınaq ötürməli eləsinlər, ara paslar versinlər. Yəni hücumçu da yəni epizodlar gərək girsin, yəni yerində dayanmasın, hər dəqiqə aktiv olsun. Yəni Kərim Aktürkoğlu olmasın da yəni. Hər an aktiv olsun, yəni o epizodlara girsin ki, yəni qolunu vura bilsin. Epizoda girməyən hücumçu, əksinə yəni epizoda girməyən hücumçu, yəni zəif hücumçudur, mən elə fikirləşirəm. Çünki hücumçu hər an epizoda girməlidir. Hər oyun onun bir 2-3 dənə epizodu olmalıdır. Bəli. Bu oyunların hamısını nəzərə alanda səncə 9 nömrə işini ən yaxşı görən futbolçu kimdir bu mundialda? Bu mundialda mən Harry Kane'i çox bəyənirəm. Çünki bu insan yəni hər mövqedə oynayır da. Yəni hücumdan düşür arxaya, topu götürür, diaqonal ötürmə verir cınaqlara, özü girir cərimə meydançasına. Epizod gələndə o epizodları dəyərləndirir. Yəni sırf 9 nömrə Harry Kane'lə Erling Haaland'ı qeyd etmək istəyirəm. Mbappé yəni sırf 9 nömrə deyil. Yəni Mbappé daha çox bir winger kimi də. Milliləşdiriblər də 19 nömrə ilə. Yəni 9 nömrə ediblər. Türklər buna devşirmə deyirlər. Yəni ki, onsuz da bir Hakan Şükürdən başqa, Erling Haaland'dan başqa mən sırf 9 nömrə kimi
hücumçular, yəni 2010-dan sonra xatırlamıram. Harry Kane 9 nömrədir, 3 nəfər Vardy var idi. Başqa belə yəni ki, dünya ulduzu olanlardan Zlatan İbrahimovic. Bəli, İbrahimovic də var idi. Amma belə dünya ulduzları hesab edəndə Messi heç 9 nömrə deyildi. İndi Luis Suarez də qeyd eləmək istəyərdim. Bəli. Çünki Yo, var çox idi. aktiv idi. Yəni 10 nəfər saya bilərik. Bəli. Amma çoxsu sonradan, məsələn, Burak Winger Yılmaz, olub, hücumçu Burak oldu. Yılmaz, Winger olub, Mbappe Winger idi. İndi PSG-də Dembele arada hücumçu kimi oynayır, mərkəz hücumçu kimi oynayır. O da ki, sol cinah Wingeri, sağda da oynayırdı. Barcelona da sağda oynayırdı, PSG-də sola gəldi. Hər yerdə oynadı. Kvaratskhelia var idi, onu atdılar ki, sağda oynasın, sən Allah görək necə olacaq. Belə, Seyhan, təşəkkür edirəm. Maraqlı alındı bu verilişimiz. Dəvətimizi qəbul Çox etdiniz. sağ ol, dəvət sağ ol. etdiyiniz üçün. Məşqdən vaxt tapa bildin. Yəni çox vacib məqamdır indi. Bütün hamı Premyer Liqaya hazırlaşır. Ümid edirik ki, sən də birinci liqanın bombardiri oldun. Gələn mövsümdə heç olmasa bir 10+ İnşallah. İngiltər heyətində qol vurarsan. Özümə də məqsədlər qoymuşam. Birinci liqada belə deyək, özümü sübut eləmişəm. İndi özüm məqsəd qoymuşam ki, Premyer Liqada özümü sübut eləyim və milli komandaya namizəd olum, dəvət alım. Hər bir insan kimi, hər bir futbolçu kimi, yəni mən də milli komandaya düşmək istəyirəm. İnşallah ki, düşəcəm. İnşallah. Bizə ayrılan vaxt başa çatdı. Sağ olun, salamat qalın. Sabah növbəti bir sürpriz qonaqla sizin qarşınızda olacaq.